Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bugün İsmail rayon mərkəzinə yaxın, yəni bazara yaxın yerdə gözəl bir ev mülkümüz satışa çıxarılıbdır. Ev yeni tikilidir. 5 sot yarımın içində 240 kvadrat 2 mərtəbə gözəl evimiz satışa çıxarılıb. Həyətin dörd bir tərəfi daş hasar və su, kanalizasiya, bütün kommunal xətləri çəkili istifadədədir. Evin arxa tərəfini göstərim sizə, yəni belə bir həyəti var. Mülk satanda deməlidən bu hasarlar var burada artıq çəkili. Bunların hamısını söküb çıxardacaq, həyəti yəni təmiz şəkildə təhvil veriləcək. Ustalar işlədiyinə görə yəni tam yığışdırıb qutarmayıblar burana. Pəncərələri plastikdir. Evin hər tərəfi şikator olunubdur və seyf qapısı içəri daxil olanda belə birinci mərtəbədə geniş zaldır. Bütün materiallar keyfiyyətli, şam ağacındandır. Deməlidən evin dirəkləri ümumi betondur, kəmər. Hər tərəfdən evin kəmərlə işlənibdir. Və birinci mərtəbədə də otaqları bölmək üçün yerinə beton vurulub, amma qalıbdır. Çox gözəl bir proyekti var. Birinci mərtəbədə belə bir mətbəx nəzərdə tutulubdur burada. Şu yanmır. Və burada sanuzerdir. Və yeni tikili olduğu üçün hələ tam başa çatmayıbdır. Hal-hazırda işlər saxlanılıbdır. Maddi duruma görə satışa çıxarılıb. Deməlidən yerdən 13-14 pilləkən hündürlükdədir. Deməlidən 14 pillə yuxarısında daxil olanda sağ tərəfdən müvəqqəti olaraq yəni mətbəx eləyiblər. Buranı sanuzer nəzərdə tutulmuşdu. Sadəcə ilə biraz işin gedişinə görə müvəqqəti burana mətbəx kimi istifadə eləyirlər. Daxil olanda belə bir geniş zalı ikinci mərtəbədə belə bir geniş zalı təmiri, sil sistemi, kombi sistemi çəkilibdir. Amma hələ istifadə olunmuyor. Belə İran kamenidir. Və qeyd edim ki, 4 yataq otağından ibarətdir. Gördüyünüz kimi bu birinci yataq otağı. Bu ikinci yataq otağı. Üçüncü yataq otağıdır. Və dördüncü yataq otağı və qonaq otağı. Ümumilikdə 5 otaqdır. İkinci mərtəbə. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilər. Qiyməti 110.000 manata deyilibdir. Real alıcıya endirim olunacaq. Sənədləri qaydasındadır. Birbaşa alqı-satqıya getmək üçün heç bir problem yoxdur.